çıxartmısınız? Bilirsiniz, məsələ ondan ibarətdir ki, məsələn, mən təbiətimdən mən hesab edirəm ki, müsbət impulslu bir şəxsiyyətəm. Ona görə, məsələn, mən o cür yüksək vəzifədə işləyərək bir insanın bir marağına toxunmamışam. Əksinə o zamanda, məsələn, bizim məşhur yazıçılarımız, müğənnilərimiz və s. onların həyatlarında müxtəlif hadisələr olubdur. Mən də çox şadam ki, indi o zamanədən nə qədər vaxt keçibdir, mən onun hamısında müsbət rol oynamışam. Yadımdadır, bizim sevimli müğənni Xuraman Qasımova. Gənc bir müğənni idi, təzə başlayan bir müğənni idi. Mərkəzi komitənin deməli, xaricə getmək, onda bir siyahısı var idi. Bunun adı pozuldu. Müğənni mənə şikayət etdi ki, mənə haqsızlıq edilir. Mən istədim ona kömək edeyim. Müraciət etdim, səbəbi nədir? Dedilər ki, bu KQB tərəfindən qadağan olunubdur. KQB-də onun haqqında material var. Təəccüb etdim ki, bu cavan qız haqqında nə material ola bilər? Tələb etdim ki, materialı gətirsinlər mənim yanıma. Mənim haqqım var idi, mərkəzi komitənin şöbə müdiri idim. Bəli. Baxdım, gördüm ki, cüz'i bir özü də böhtan xarakterli, orada bir danosdur. Heç bir şey yoxdur. Müraciət etdim ondakı KQB-nin sədri hörmətli Ziya Yusufzadə. Dedim, axı, bu insafsızlıq olardı bu qızı buraxmamaq. Və çox şadam ki, onda Ziya Yusufzadə mənim deməli rəyimlə razılaşdı. Lakin bütün məsuliyyət mənim üzərimə qoyuldu. Dedi ki, bu şəxs əgər xaricə getsə, orada qalsa, məsuliyyət sənindir, onu bil. Yəni bu təhlükə olurdu da həmişə. Bəli, əgər o gedib, məsələn, o incikdir. Onu buraxmayıblar. Bir neçə mərhələdə incidiblər və ona görə, məsələn, onun məsuliyyətini mən boynuma götürdüm. Xuraman Qasımova Yunanistana getdi. Yunanistandan beynəlxalq konkursdan Grand Prix ilə qayıtdı. Məsələn, Rustam İbrahimbəyov bizim məşhur, deməli, kino sənətində yazıcı kimi də, dramaturg kimi də tanınmış. Bugün Oskar mükafatı laureatı. Bugün də Oskar mükafatı laureatıdır, bəli. Onun bir dənə maraqlı piyesi var idi. Piyesin adı Kaliforniyada dəfn. Simvollarla deməli bəzənmiş bu Kaliforniya əhvalatı bizim həqiqətlərlə səsləşirdi. O vaxtı Vaqif Hüseynov, Qarkomun birinci katibi, o dəqiqə bunu başa düşdü. Və sözsüz ki, məlumat verdi ki, burada problemlər var. Bu piyes, məsələn, indiki intizama qarşıdır və hətta böyük şəxsiyyətlərin də orada karikaturası var. Yəni Ezop dilini başa düşdü. O Ezop dilini başa düşdü və Ezop dili də orada bilirsiniz, çox dolaşıq idi. Onu hər adam başa düşə bilməzdi. Yalnız bu problemləri bilən, intellektual adam, yəni adi tamaşaçı bunu heç vaxt başa düşə bilməzdi. Ondan sonra mən o piyesə baxmışdım. Məni mərkəzi komitənin katibi çağırdı ki, piyesə baxmısanmı? Mən bilirdim ki, mən baxmışam desəm, məni məcbur edəcək ki, mən deyim ki, piyesdə bu cür nöqsanlar var. Ondan sonra Rüstəmi bunun əsasında özü vuracaqdı. Mən dedim, baxmamışam. Bəs sən şöbə müdirisən, niyə baxmamısan? Dedim, mən bütün piyeslərə baxmaq borcum deyil ki. Bir gün baxaram. Üstündə bir gün keçməmiş, hörmətli Heydər Əliyev mənə telefon açdı. Dedi, baxmısanmı bu piyesə? Dedim, bəli, baxmışam. Nədir? Dedim, bilirsiniz, orada olan məsələlər o cür qəliz simvollara bəzənib ki, heç bir tamaşaçı oradan heç bir şeyi anlayıb, yaxud nizam-intizama qarşı, Sovet hökumətinə qarşı başa düşməyəcək. Amma əgər biz onu qadağan eləsək bu dəqiqə, sözsüz ki, bu bir yandan böyük, deməli, talantlı bir yazıçıya bir mənəvi zərbə olacaqdır. Ondan sonra da hamının ağzında bu başlayacaqdır, bir saqqız olmağa hamı burada problem axtaracaq. Qadağan olunmuş meyvələr də olur. Bəli. Kimə ilgisi olacaq? Mən çox şadam ki, həmişə belə məsələlərdə o vaxtı prezident, onda birinci katibi olan Heydər Əliyev düzgün mövqelər tuturdu və mənlə tamamilə razılaşdı. Məsələn, Rustam İbrahimbəyovun onda bu piyesinə toxunulmadı. Əhvalatlar çoxdur. Əkrəm Əlislini Nevoyezno etmişdilər. Partiya biletini itirmişdi, danos var idi ki, bu partiya biletini cırıb tullayıbdı. Disidentdir, türkpərəstdir. Məsələn, onu Türkiyəyə buraxdırmaq özü məsələn böyük bir şey.